Ya Allah, Bismillahirrahmanirrahim. Gəldik, çatdıq ikinci ziyarətimizə. Cəm olduğumuz bu yer Beytun Nur adlanır. Yəni Nur evi adlanır bu yer. Beyt ev deməkdir, nurdakı elə nur mənasındadır ki, tərcüməsi nur evi deyərək tərcümə olunur. Həmin o nur evi buradır. İnşallah daxil olub ziyarət edəcəksiniz inşallah. Allah Əhl-i Beytin qatillərinə əbədə lənət eləsin inşallah. Amin. İmam Rıza Aleyhisselam 8-ci imamımız Məşhəd şəhərində olanda xanım Məsumə Salamullah Aleyha Mədinə şəhərindəydi. Və həmin vaxtı xanım Məsumə Salamullah Aleyha İmam Rıza Aleyhisselama məktub yazır ki, qardaş, mən səndən görüşmək istəyirəm, sənin üçün darıxmışam, səni görmək istəyirəm. Məktubun cavabında İmam Rıza Aleyhisselam yazdı ki, mən Məşhəd şəhərindəyəm, Xorasan vilayətindəyəm, nə zaman istəsən mənim görüşümə gələ bilərsən. Məktubun cavabını alan xanım Fatimə-i Məsumə Əhl-i Beyt tərəfdarları ilə, Əhl-i Beyt dostları ilə Mədinə şəhərindən üzü Məşhəd şəhərinə tərəf hərəkət etməyə başlayırlar. Və Qum şəhərinin yaxınlığında olan Savə şəhərindən keçəndə Əhl-i Beyt düşmənləri xanıma və xanımın tərəfdarlarına hücum edirlər. Orada olan kişi tayfalarından, kişilərdən nə qədər adam varsa hamısını şəhid edirlər və xanım Məsumə Salamullah Aleyha o hücum nəticəsində o yerdə xəsarət alır və xəsarət alınandan sonra xanım Fatimə-i Məsumə Salamullah Aleyha həmin bu yerə gətirilir. Və xanım Fatimə-i Məsumə Salamullah Aleyha 17-18 gün bu evin içərisində xəstəlikdən, aldığı xəsarətdən, əzab-əziyyət çəkəndən sonra 28 yaşında heç bir kəslə ailə qurmadan pak-pakizə bu evin içərisində şəhadətə yetirir.